Ağcabədidə 17 yaşlı oğlan kanalda boğulub. Doğru Xəbər Azərbaycan bildirir ki, hadisə Qarabağ kanalının rayonun Salmanbəyli kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, kənd sakini Anar Əmirov naməlum şəraitdə kanalda batıb. Onun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Aran Dalğıc Axtarış qrupu cəlb edilib və hazırda axtarışlar davam etdirilir. Əlavə məlumatlar veriləcək. Nərimanov rayonunda yol qəzasında xəsarət alan piyada 64 gün sonra vəfat edib. Qafqaz Info bildirir ki, aprelin 26-sı Cahangir Hüseynov idarə etdiyi Toyota Prius markalı avtomobillə hərəkətdə olarkən yolu piyada keçidi olmayan yerdən keçməyə çalışan 1955-ci il təvəllüdlü Xanlar Hüsnoğlu Qubadovu vurub. Qubadov almış olduğu kəllə beyin xəsarəti ilə kliniki tibbi mərkəzə yerləşdirilib. O, iyunun 29-u saat 05 radələrində müalicə olunduğu xəstəxanada həyatını itirib. Faktla bağlı Nərimanov rayon polis idarəsində cinayət işi başlanıb, istintaq aparılır. Bir neçə gün öncə Şəkidə piyadanın ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə Azad Abdullayev idarə etdiyi Mercedes markalı avtomobillə 75 yaşlı Fəxrəddin Behbudov vurub. Belə ki, Fəxrəddin Behbudov məhəllədə yol kənarındakı daşın üzərində oturub istirahət edirmiş. Abdullayevin idarə etdiyi avtomobil yoldan çıxaraq ona dəyib. Məlumata görə Kiçik Dəhnə kənd sakini Azad Abdullayev isə kənd xəstəxanasının həkimidir. Sakinlərin iddiasına görə o, toydan qayıdarkən hadisəni törədib. Faktla bağlı araşdırma tədbirləri davam etdirilir.